Salam değerli əziz YouTube kanalımızın izləyiciləri. Bizləri xaricdən izləyənlər, Rusiyadan, Moskvadan, Fransadan, İtalyadan, hər bir yerdə yaşayan Azərbaycanlılarımızı salamlayıram. Binə qəsəbəsi Bolluq masivi. Deməli, 117 nömrəli özlə məktəbə yaxın bir ərazidə. Bu nədir? Saray. Birinci mərtəbə beton, ikinci mərtəbə orta bütün beton, üçüncü mərtəbə yuxarı dam beton. Bax görürsünüz də hamısı da tam necə lazım da elə belə betonla yox, sağlam keyfiyyətli maşınla gətirilmə dərmanlı pres betonlar tökülübdür. Hər bir həyətdə 11 sotun içində 2 dənə evdir, ikisinin də və 11-ci də hətta ikinci mərtəbəsini qaldırmaq üçün şəraiti də var. Tam ətraflı məlumatlar verəcək. Aşıq xanım, gəlin zəhmət olmasa bu tərəfə. Gəlin bura. Mən sizə ev göstərirəm. Evcik yox. Hələ gəlin bura. İnşallah dostlar, gəlin bura. Qardaş, bura neçə kvadrat olar? 100 kvadrat. Hülus. Ev, 2 dənə ev. Qabağında bax belənsənə qəşəng oturmaq üçün yeri, əlavə çardaq kimi. 100 kvadratlıq da obyekt yeri. İstəyən obyekt eləsin, istəyən də nə bilim axı, qonaq otağı eləsin, gələn insanlar üçün hər cürə şərait var da yəni. Amma sırf obyekt üçün qabağından da bax buradan qapı yeri var. Hasarı bir dənə sökürsən, bu ərazidən kəsirsən, buranı erirsən bütün obyekt. Üstə bir dənə baxın dostlar, beton da, and ola Allaha, 1 aşağı betondur, 2 betondur, 3 betondur. Ümumi betondur. Evin kvadratına gəldiysə dostlar, mən sizə nə deyim? Haradasa birinci mərtəbə 300 kvadrat, ikinci mərtəbə 300 kvadrat 600 və 600 kvadratlıq bir həyət evindən söhbət gedir. Hətta ikinci evi də göstərəcək. Aşıq xanım evlərin içini göstərəcək. Mən ev dedim. Gəlin bura Aşıq xanım zəhmət olmasa. Bir dənə şey göstərmək istəyirəm. Bax, bura evdir. Yəni, gördükləriniz evcikdir. Ev, evcik. Allah hər kəsə nəsib eləsin ən gözəlini mən sizə ev nəsib edirəm. Yəni, ev deyirəm. Gəlin bura Aşıq xanım. Həyəti bazarı göstərək. Dəyərli izləyicilərimiz, dəyərli tamaşaçılarımız bizə baxırlar inşallah. Biz də olduğu kimi göstəririk. Nə proqram qurmamışıq həyətdə, nə də başqa bir şey. Onu da deyim ki, Aşıq xanımın əlaqə nömrəsini axırda deyəcəm. Evimizin qiymətindəki dedik də yəqin ki 295 min manata. Onu da axırda deyəcəm. Yenə deyərik. Sonda da deyərik. Bəli, bəli. Bax. Aşıq xanım. Çay içməyə yeri. Bəh, çox Kabab pişir. Qonaqlar gətizdir. Elə burada otur yayda, sərində. Otur yayı, dincəl istirahət elə. Aşıq xanım, nəzərimə indi dəydi. Bayaqdan fikir verməmişdim. Həyəti buranı heç sulamırlar. Bir dənə qurban olum. Allahın verdiyi neymətə bax. Gəl bura. Oradan bir dənə çək Aşıq xanım. Gəl bura. Buradan gəl bura. Bu həyət sulanmır ha. Bax. Nara bax. Dostlar, nara baxın. Aşıq xanım, buyurun. Təşəkkür edirəm. Bax, açılıb çürüyür ha narlar. Bax, narlara baxın. O tərəfdə də narlarımız var. Hələ baxın. Yekə, iri bitibdir. Hələ bunu mən deyəcəkdim. Gəl bura Aşıq xanım. Gəlin bura. Ehtiyatlı olaq inşallah. Mən axtarıram, tapa bilmirəm. Peynlərə baxın. Torpağı çox bərəkətlidir Rövşən bəy. Bu peynə nə bitməz burada? Bu ağaclar nə ağacıdır Rövşən bəy? Bunlar səhv etmirəmsə ya almadır, ya nə bilim nədir. Amma onu deyirəm ki, toxumlar tökülübdür. Səpələnib biri buradan bitib, biri buradan bitib. Belə dart çıxart, apar inanlar istəyir ək. Bu bilsiz nədir? Novruz bayramında stola qoyuruq. Bildim. Adı yadımdan çıxdı. İnnab. Hə, İnnab ağacıdır. Gör neçə dənə yerdən bitib maşallah. Hələ oradakı araba onu görməmişdik biz. Həyət bərəkətli həyətdir.
11 sotdur dostlar. Güngürütünə qədər var ya həyətdə Rövşən bəy. Neredeyse. Bura toyuğu düzəni gətirəsən. Qarın dolusu yeyərlər. Allah. Burada bir 100 dənə hündüşka saxla dostlar. Hündüşka. Gəlin bura. Qışda bayramda da kebabını kəs. Qaz, ördək, hündüşka vur kebaba getsin. Gəl Aysun xanım, istəyirəm sənə bundan da verəm. Bunlarların hamısının dadına bir baxasan. Rəy verəsən ki, bu ağacdan qırdığın daha dadlıydı. Gəl. Aha. Son zamanlar biz hara gedirik oradan Nar yığırıq. nar yığırıq. Bərəkətdir. Allah nemət versin inşallah. Halallığın dolarıq. Açsın qoya. Dostlar baxın. Gəlin inşallah. Hələ bu peynirlərə baxın burada. Ayağınızın altı təmiz eləsinə Rövşən peynir. bəy buyurun bu tərəfdən. Bunu yayasan. Bunu yayasan. İştiləkəsən. Şəkiləkəsən bax. Zincirliklərə bir dənə bax. Hə, çəkdim onları. Bunları qutaba bilsən nə gedər? Qutaba bilsən nə gedər? İkinci evimizi gördülər izləyicilərimiz. İndi ətraflı şəkildə məlumat verəcəyik təbii ki. Daşlarına bir dənə baxın hələ. Qabağında daşı, qumu. Evlərin hər tərəfini fırlanmaq olur. O evə baxın, o evlərə baxın. Evlərə baxın yəni, evlərə baxın. Gəlin bura. Artıq zəhmət olmaz ha. Bir dənə evin saraydı. Bəli, təsdiqləyirəm. Sarayda. Dostlar, siz rəy verin də. Rəylərdə yazın. Denən ki, ev pis evdir. O qiymətə dəymir. Binə qəsəbəsi binənin sentridir. Avtobusdan düşdüyün, düz hava limanı bu tərəfdə, akademiya yaxınlıqda, Binə Bolluq məscidi, Mərdəkana yaxın, Abşeron rayonu havası tərtəmiz. Gəlin bura. Getdim 2 gün şəhərdə qaldım. Bütün nəfəsim, boğazım tutuldu. Gəlmişəm burada açılır bütün səsim, nəfəsim. Gəlin Aysun xanım. Zəhmət olmasa həyəti tam göstərək istəyirəm. Evimizin sağlamlığını, keyfiyyətini bildirin müştərilərə. Yerdə qalanı onlarlıqdır. Baxın, evimizin kürsüsü 2 mərtəbə olmağına baxmayaraq. Aysun xanım, zəhmət olmasa bax, yerdən 6 daşdan sonra əlavə olaraq şey atıblar, tol. Təmiz tol atıblar. Bu tol belə getmir ha, op işi gedir. Betonun altı təmiz toldur. Baxın, evin üst tərəfi bütün betondur. İstəyirəm Aysun xanım, buranı mən belə göstərəm. Buyurun Rövşən bəy. Oranın İnşallah bu təqdimatı evin sizdə, bəli. Təqdimatını sizlikdir. Tamam. Onu da mən qoy deyim ki, burada betonları qoy görsünlər. Qıraq 4 bir tərəf, 4 bir tərəf. Hamısı betonlanıbdır. Yəni elə belə ev tikilməyibdir. Bu evlərin, bax bu daşa qədər dostlar, bu daşı görürsünüz, bura qədər hamısı ağır qaya daşıdır. Qaradağdan gəlmə daşlardır. Buradan o tərəfə yüngül daşlardır. Plus evlərin bütün daş içindən havalandırma sistemləri var. Termosistem deyirlər onlara. Gəlin bura. Kürsü. Bu evdə də həmsinin tol atılıbdır. Bütöv toldur. Gəlin bura. Bax, buradan da sizlərə göstərə bilərəm. Tolumuzu. Plus bax, qara nə deyirlər buna? Qara Marina üzüm deyirlər. ağacı deyirlər, nə deyirlər? Quş üzümü, qara quş üzümü ağacı. Gəlin bura. Birinci mərtəbə. Görürsünüz, necə lazımdır, doldurulub. Beton üstəşqanı vur geçsin. Hamısına bütün tol atılıbdır. Gəlin buradan suqut edəcəm. Gəlin bura. Üst bütün beton tökülübdür. Altın görürsünüz, heç bir taxtaları çıxarılmayıbdır. Üst bütün betondur. Plus, tollara baxın. Bunlar hamısı toldur ha. Bahalı tollar da. Ki evdə göl olsun. Yağış belə töksün. Leysan geçsin. Qram evə nəmişlik qalxmaz. Gəlin bura. Evimizin otağı. Bura mətbəx hissəsidir. Bəli. Zal hissəsini gördük. Panorama pəncərələrdir. Pəncərə üstü hamısı betonlardır. Hamısı üst tərəf opşi betondur. Gəlin bura. Bura digər bir otağımızdır. İstəyən olsa oranı məsəl üçün otaq, buranı mətbəx eləyə bilər. İstəyən olsa buranı mətbəx, oranı otaq eləyə bilər. Çünki niyə buranı mətbəx eləsələr daha yaxşıdır. Sanitar qovşaqları burada ayrı-ayrılıqda nəzərə tutulubdur. Hamam və ayaq yolu tam ayrı-ayrılıqda. Plusdakı üstdə bütün betondur. Gəlin belə.
Gəlin belə Ayşə xanım göstərək ikinci mərtəbəni. Bax, pilləkənlər elə atılıbdır ki, tam sağlam və keyfiyyətli. Qalxaq üstə. Bəli. Gəlin Ayşə xanım, zəhmət olmasa sizə kömək eləyim. Xeyr, xeyr, gəlin. Gəlin. Bax. Arxa tərəf, bax. Qolum, qonşu. Gəlin bura. Təmiz beton. Naturalni, təmiz beton dostlar. Baxın, hamısı tökmə betonlarda. Üstdən nə proyekt verirsən ver. Necə otaq çıxartmaq istəyirsən çıxart. Bax. Balkon yeri, həyəti. Bir dənə həyəti çək. Gör nəyi ki həyətdə. Baxın. Da evdir bunlar, ev. Yəni mən sizə məsləhət verirəm ki, dostlar, pulu başqa şeyə yatırmayın. Bunlar hamısı bax havalandırma. Termosistem dedim, Bax, hamısı termosistemin daşlarıdır dostlar. Hamısı termosistemin daşlarıdır onlar. O tərəfdə də var, o tərəfdə də, bu tərəfdə də. O evdə də həmçinin var. Dama şiferə baxın, o evə girməmişdən əvvəl şiferi göstərək. Görünür. Bəli. Nakleyakasının kimi üstündə navalçası da iri navalçalardır. Gəlin bura. Ya Allah'ın adı. Bax. Belə tikərlər, bax daşları. Hörgünün ara məsafəsinə bax. Necə ara məsafələri var. Burada artıq iş görülüb, Rövşən bəy. Termos, onlar termos gedir. Gəlin bura. Evdə onda 1 qram nəmişlik olmaz burada. Daha gəzirik daha, hər yerini gəzirik. Hər yerini. Hər yerini görsət. Hər yerini görsət, ha. Elə belə ev deyil. Vallahi sağlam və keyfiyyətli ev. Ayşə xanım. Bəli, Rövşən bəy. Keçək pəki sizin təqdimatınıza. Olar, Rövşən bəy. Geçin. Buyurun Allah'ın izniyle. Dəyərli izləyicilərimiz, biz belə evlər çəkəndə sözün əslinlərində özünüz də digəririk. Nəyə görə? Çünki Rövşən bəyin sözü var. Həqiqətən də özü-özünü tərifləyən evdir. Mükəmməl ev. Hər bir şeylə keyfiyyətlisindən istifadə olunub. Material olaraq Rövşən bəy sizə öncədən dedim, mən restoran evinin içini tam ətraflı şəkildə sizə təqdim edeyim. Buyurun, gəlin Rövşən bəy. Bunun pəncərələri zadı da bahalı pəncərələr. Daha onu deyim ki, vallahi billahi. Dəyərli izləyicilərimiz, içəri girişdə bizi belə bir geniş və hündür koridor qarşılayan dəhliz. Üstü görürsünüz beton monolitdir, altı betondur. Yenə də deyirəm amma iş görülüb burada. Armaturlara bax gör bir. Armaturlarına qədər Rövşən bəy göstərin hansı. Novostroykada bina evlərində vallahi bu armaturlar istifadə olunmur heç. Hər bir şeyin ən keyfiyyətlisindən istifadə olunub material olaraq. İstəyirəm proyektin içində, yəni siz ətraflı şəkildə göstərin. Buyurun gəlin. Baxın. Bura bizim mətbəximizdə görmüş olduğunuz kimi, dəyərli xanımlar, mətbəx hissəmizdə həqiqətən də çox genişdir, rahatdır. İstədiyiniz dizaynı rahat şəkildə verə bilərsiniz. Evin bütün dam örtüyü hamısı beton monolitdir. Eyni ilə də poluq, dəyərli izləyicilərimiz. Buyurun, gəlin Rövşən bəy. Əgər bura, mən bir söz deyim Ayşə xanım, bura tökülən beton 11 mərtəbəli Novostroykaya tökülürsə, mən adımı dəyişərəm. Bura tökülən beton mən deyim, inandırım sizə orada tökülmür. Dəyərli izləyicilərimiz, bura evimizin zalıdır, oturma otağıdır. Tavan təkrardan deyirik. Ev başdan başa tavan olaraq betonlanır. Eyni zamanda alt hissəsi material olaraq hər şeyin ən keyfiyyətlisindən. Zalımız da təxminən 14'ün 5 yarımadır. 14 metrəlik, hətta 14'dən Çox olar ya Ayşə xanım, çox olar. Mən atlarla ölçərək. Ölç. Bir dəqiqə. Çox yekə atırsan ki, 3, 4. 5. Çox yekə atırsan, 2 metr atırsan sən. 8, 9, 10. Mən yekə atdım. Sən çox yekə atırsan, Sənin sayılarınla mən sərf elədim. Sən belə atırsan, bax aşağı, belə bax. Başla. Həmən bilmirəm, Rövşən bəy, sənin ölçümün düz olur həmişə. Metrə söhbəti var. Başla. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11,
12 metr. 5 yarıma var. 12'nin 5 yarıma. Çox olar az olmaz da şeylər. Amma çox böyük görsənir. Genişdir. Mən ona görə mən yanıldım. Göz yanılması. Məndə də elə 12 çıxdı da. Aha. 2 işlərdə ya. Var. 1 metr, 2 metr, 3 metr, 4 metr, 5 metr, 6 metr. Hətta 6. Mən 5 yarım demişdim. 12-yə. 6'nın 12'ye. 6 metrənin 12-yə. Buyurun. Değerli izleyicilerimiz, bura bizim oturma odamızda keçirik diğerlerini göstermeye buyurun gelin. Bakın burada böyle bir sentral boşağımız var. Ayrı ayrılıkta değerli izleyicilerimiz, sentral boşaklarımız evli. Burada da tavan çok hündürdü. Asfalt taban eləyərək bunu kısaltmak lazımdır. Burada eldam için yer var görürsünüz. Ve burada diğer sentral boşağımızdır ve içleri de çok geniş götürülür. Böyle Röşen Bey. Bəli. Çok genişti, tavan da çok hündürdü. Süper. Yəni mən biləni hamam buradır. Ayaq yolu buradır. Burada əlavə əldamı yeridir. Mən bilən. Kladovka kimi. Kladovka kimi yine bir yerimiz var. Burada digər. Plakanlar beton monolittir. Beton monolit her bir şeyin tekrardan değil en keyfiyyətlisindən istifadə. Vallahi belə piləkən Buyurun. bina evlərində mən Yox, görməmişəm. yox, yox. Bina evlərində mən belə piləkən görməmişəm dostlar. İkinci mərtəbəyə qalxan hissədə belə bir uzun geniş pəncərəmiz var değerli izleyicilerimiz. Koridor hissəni işıqlandırır. Villalarda Tekrardan olan. Görürsünüz. Ara Buran kəsmələri haqqı bax dostlar. betondur. Baxın bir dənə piləkənə. Sağlamlıqdır da yəni. Sağlamlığı. Ara kəsmə, bütöv, bax yenə beton. 3-cü mərtəbəyə baxın. Bütün beton. Röşen Bey, belə evləri az gördüyümüz üçün biri o Aviasiyanın arxa tərəfindəki ev idi, bir də bu evdir. Binədə Mən görməmişəm. Bu sevinirəm. qədər beton ev heç Mən görməmişəm. sevinirəm, bəli. Değerli izleyicilerimiz, bura studiya mətbəxdir, bir mətbəx də bura qoyublar. Niyə görə? Xanımlar əziyyət çəkməsinlər. Artıq yuxarı mərtəbəyə qalxdısa ya iki qardaşdılar, biri alt Qoy bir hissəni dənə buna istifadə aranı edə bilər, göstərin. biri üst hissəni istifadə edə bilər. Baxın, burada da özünüz üçün rahat bir şəkildə mətbəx yığa bilərsiniz. Burada zalı studiya mətbəxdir. Keçək yataq otaqlarını, yuxarıda 3 dənə yataq otağımız var. Buyurun, gəlin Röşen Bey. Bura bir yataq otağımız, değerli hanımlar, ve yataq otağımız da çok geniştir. İstediğiniz ölçüde mebellər rahat bir şekilde yıkabileceğiniz genişliğe malik otaqlardır, işıqlıdır, tavan hündürdür, her yer beton monolittir. Evin keyfiyyəti 10 üstündən 10'dur. Buyurun Üst Röşen Bey. betondur. Baxın dostlar, hər yer betondur ha. Qapının üstünə baxın. Baxın hamısına. Bura bizim diğer yatak otağımız, bütün otaqlarındaki eyvan çıxışı var. Hamısı həyətə balkonludur. Rahat Bu bir addelini şəkildə, balkona bəli, çıxır. Hərəsi ayrı-ayrıdır, bəli Röşen Bey. Buyurun gəlin. Mən bunları belə göstərərəm ki, bilən adam bilsin. Bax bura bilsən nədən yanadır? Qoy onu da deyək Aysun. Bax bunlar havalanmadır. Ortadaş havalanma yeridir. Plus kim istəsə buradan kamen də qoya bilər. Rahat bir şəkildə qışın istifadə etmək üçün kamera qoya bilər. Bura diğer bir otağımızdır və buranın da eyni zamanda görmüş olduğunuz kimi eyvanı var değerli izleyicilerimiz, öz həyətinə açılır. Keçirik. Burada da sanitar qovşağı var. Yataq otağından əlavə olaraq. İçində bir sanitar qovşağı qoyublar. Buyurun gəlin Röşen Bey. Oy da düzdür, geniş daha maşallah. Və sonuncu yataq otağımız. Və maşallah olsun Röşen Bey, otaqlar çoxlu sayılır. Say tutarmadı. Yuxarıda deməli oldu 4 dənə yataq otağı. Mən belə bir şey deyim Ayşə xanım, kim istəsə buradan yer aça bilər. Aha. Sanitar qovşağı orada böyükdür. 2 dənə də eləyə bilər. Bu otaqdan da eləyə bilər, o otaqdan da eləyə bilər addelinə. Değerli izleyicilerimiz, Röşen Bey'in əlaqə nömrələri 051 558 08 28. Və Ayşə xanımın əlaqə nömrələri dostlar 055 570 96 40. Hələ qurtarmamışıq. Gəlin bir dənə balkona da baxın. Gəlin. Evimizin qiyməti 295 min manatadır. Onu da deyək ki, 390 mindən düşüblər aşağıya. Elanlarda girib baxa da bilərsiniz. Maşallah, maşallah. Bax ev günəşə baxan evdir. Bax günəş oradan doğur. Gəlir belənməsinə gedir o bir tərəfdə batır. Baxın. Değerli izleyicilerimiz, 295 min manata bu fürsəti qaçırmayın. Biodakı nömrələrimizlə əlaqə saxlayın. Röşen Bey'in əlaqə nömrələrini təkrarlayıram. 051 558 08 28. Ayşə xanımın təkrarən nömrəsi 055
570 96 40 və belə bir ev alan adam and olsun Allaha ömürlü ev alır. Utdu. Nə çöküntüdən, nə dağıntıdan, nə başqa bir şeydən, heç nədən sığortalı, garantili evlərdir bu evlər. Yəni mən sizə zəmanət verirəm. Bax üstün betonu plus onu da qoy deyim. Evin yəsi bizə buradan demişdi. Mən də buradan deyəcəm elə. Bax üst tərəfi görürsüz. Şifer. Şiferin altına əlavə olaraq izolizasiya da vurubdur. Ehtiyac yox da ev opşi betonda. Bəli. Amma yenə də olubdur da. Yenə də vurub da. Kişi burada iş görüb, kişi kimi iş görübdür. Yəni mən sizə deyim. Dəyərli izləyicilərimiz, bu fürsətdir, bu qiymətə qaçırmayın. Düşək olsun, düşək. Bunu göstərə-göstərə düşəcəm. Ev varsa bura bir mülkdür. Bu fürsəti qaçırmayın deyirəm. Buyurun gəlin. Vallahi düşə-düşə göstərəcəm. Mən bu belə ev yoxdur. Villa desən, villa bunun yanında vallahi düşük qalar. Bəli. Düşük qalar. Çünki indiki villalara belə bir iş görülmür. Tikirlər bir dənə yuxarı kimi bir yer, söktardı getdi. Dəyərli izləyicilərimiz, nə edirik? Behicibimizə qoyub, reallaşmaq üçün gəlirik. Vallahi mən kimin yerinə olsam pulu cibimə qoyub gələrəm. Buyurun. Bunun hələ balaca yerindəki şifrə bax. Cəmaət heç bundan vallahi istifadə eləmir. Allah xeyir versin. Behicibimizə qoyun, gəlin, gözləyirik. Amin.